Hər vaxtınız xeyir. Uşaqlarda alt gastrointestinal sistem, yəni bağırsaq qanamaları haqqında qısa məlumat vermək istəyirəm. Bu məsələ hər yaşa görə dəyişir. Yəni yeni doğulmuş uşaqlarda daha çox qanamaların səbəblərindən biri udulmuş ana qanı ola bilər. Bəzi hallarda laxtalanma faktorlarında problem olduğu zaman ola bilərsə, ancaq bu yaş artdıqca səbəblər də dəyişmiş olur. Ümumiyyətlə 2 yaşına qədər uşaqlarda bağırsaq qanaması, alt gastrointestinal sistem qanamalarının ən sıx səbəbləri içərisində bağırsaq polipləri yer alır. Bağırsaq poliplərini biz nə zaman araşdırırıq? Misal üçün, bizə bağırsaq qanaması ilə müraciət edən uşaqlarda əgər anus nahiyəsində, anoderm dediyimiz hissədə, altdakı 1,5 sm məsafədə çat yoxdursa, o zaman biz polip qanamalarını araşdıra bilərik, polipi araşdıra bilərik. Yox, əgər alt hissədə çat görürüksə, bu əslində müalicə oluna biləcək bir səbəbdir. Uşaqlarda bağırsaq çatlarını əməliyyat etmirik, adətən müalicə ilə sağalırlar. Və uşaqlarda bağırsaq çatlarının da ən sıx səbəbi qida faktorudur. Yəni, xronik qəbizlik bərabərdir uşaqlarda bağırsaq çatı, yəni anus çatı. Müalicə olunduqdan sonra adətən sağalırlar. Qidalanmaya diqqət etdiyimizdə isə bu tip qanları görmürük, qanamaları. Və bir də anadan gəlmə Meckel dediyimiz bağırsağın anadan gəlmə bir çıxıntısı var ki, bu da iltihaplandığı zaman ağrısız və bol miqdarda qanama ilə uşaqlar bizə müraciət edə bilər. Yəni, qeyd etmək istədiyim məsələ budur ki, qanamanın xarakteri də önəmlidir. Yəni, qanamanın miqdarı nə qədərdir, qanın rəngi necədir? Məsələn, valideyn bizə əgər uşaq böyük bayıra gedərkən üzərində ləkə şəklində al-qırmızı qan gördüyünü deyirsə, yaxud uşağı yuyub təmizləyərkən salfetə və ya az bir hissə şəklində qırmızı qan gördüyünü hiss edirsə, bu daha çox çat qanamasıdır. Bezini açdığı zaman tünd rəngdə, biraz daha selikli, təqribən 4-5 milli miqdarında ayda bir dəfə ola bilər, 2 dəfə ola bilər, görülən pis qoxulu bir qandırsa, bu daha çox polip qanaması olan xəstələrdə olur. Amma bezi açdığı zaman hədsiz dərəcədə bol miqdarda qan görüb, təlaşlı bir şəkildə müraciət edən uşaqlarda isə hətta bəzən qan köçürmə ehtiyacı belə yaranır ki, bu daha çox bağırsağın anadan gəlmə Meckel çıxıntısı dediyimiz ona bağlı olan qanamanın nəticəsidir. Yəni, nə olursa olsun, bağırsaq qanamaları detallı şəkildə araşdırılmalıdır. Bilirik ki, çat qanaması belə olsa, uzun müddət davam edərsə, uşağa verəcəyi diskomfortdan əlavə, eyni zamanda uşaqlarda uzun müddət qanamalarda xronik anemik problemlər, yəni qan azlığına da gətirib çıxarır ki, bu da fiziki inkişafına təsir göstərir. Dolayısıyla olaraq bu şeylərin hər biri bir-biri əlaqəli olduğuna görə bağırsaq qanamaları mütləq şəkildə araşdırılıb, vaxtında diaqnostika olunub və müalicə olunmalıdır. Təşəkkürlər.